Herkese salam dostlar, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizlerle bir yerde Şamaxda qalırıq, gün 2-ni çəkirəm. İndi səhərdə hazırlaşdım, gedirəm səhər yeməyinə. Sonra hovuza girməyi düşünmürəm bugün. Gəlib əynimizi falan geyinib oteldən çıxış edəcəyik, gedəcəyik, başqa yerlərə falan gəzəcəyik. İndi belə görsənirəm, makyaj da deməyək, elə belə üzümə falan bir-iki şey vurdum. Giyindim, indi kombinimi orada güzgülə göstərəcəm. Prosta güneş buradan çox qəşəngdir deyə burada açdım videonu. Saçım da yaşdı. Çünki indi duş aldım. Hər nəysə. İndi gedək səhər yeməyinə. Səhər yeməyindən sonra gəlib geyinib eləyib oteldən çıxacağıq. Hazırlaşmaq üçün. Anamgil öndən getdilər səhər yeməyinə. Onlar yer falan tutsunlar. Mən də indi gedəcəm onların yanına. Bir-iki video falan çəkmək istəyirəm. Sonra gedəcəm. İndi bu şəkildə. Deməli bu şəkildə görsənirəm belə. Şort geyindim. Üstünə də belə. İndi gedək. Mən nəsə götürəcəkdim. Gedək. Gedək indi səhər yeməyidə. Görək başımıza nə işləyir. Orada bayağı layıqlı bir otel vlogu çəkmişəm deyə düşünürəm. Məncə bu arada qəşəng idi. Bir gedək restoran olan yerə. Orada səhər yeməyimizi yeyək. Sonra görək nə olur. Prosta indi mamagili tapmalıyam. Çünki mən onlar yer tuttular, mən sonra gəldim. Amin. Amin hələ. Ama stəkan vaxtıya yaxında yaşa. Soğudan bir yerlərə. Gedirik. Aminlə. Hovuza. Prosta soyuq olsa girməyəcəyik, bir dənə gedək baxaq. Amma mən girmək istəmirəm. Girmək istəyirsən, Bu arada istəmirəm, uca istəmirəm. Bayaq istəyirdim, sonradan fikrimi dəyişdim. Dedim ki, bir də təzədən hazırlarsa çox işim gedəcək, çox vaxtım gedəcək. Girəsi olmadım. Həm gedib üstümü falan dəyişdirəcəm. Oteldən çıxandan sonra bunlarla gəzməyəcəm. Sadəcə bilmirəm indi nə edeyim. Gedim bir hovuz qırağına baxım. Amin girər uzağa. Mən istəmirəm. Mən gəldim otağa. Şekilde. İndi saçım başım görünə gündədir. Kartı bura qoyaq. Hazırlaşım eləyim. Gedim şeyə. Gəldim təzədən otağa. Çox pisəm, yəni saçımın halına baxın. Çox pisdir. Hər nəysə belə, yəni çölə çıxmaq fikrim yoxdur. Gedirəm indi nə eləməyə? Əynimi falan dəyişdim. Hələ ki biraz belə qalım, sonra hazırlaşıram. Hazırlaşdım. Bu arada yanmışam. Hər nəysə hazırlaşdım, bitdi. Ayağıma da belə. Saçımı da yığdım çünki yəni şişmişdi. İndi gedə bilərik. Все, hazıram. Bu şəkildə. İndi bu çok sevdiğim zagar yağından vuracağım. Bu arada iyi de çok qəşəngdir. Her şeyle bir yerde. Yani çok qəşəng. Zagar almaq üçün. Evet. Reach me baby. Arkada da hazırlıklar gedir. Otelden çıxış üçün. Ona göre arka fona fikir vermeyin. Hal-hazırda qəşəng şəkillər falan çəkdirdim, günəş getməmiş. Sonra otelden çıxacağıq. Bu şekilde görsənirəm. Ayağımda da topuklu var. İşte ben hiç de rahat değil ama neyse.
Yəni əslində qəşəng görsənir, amma yenə də. Hal-hazırda burada havuza baxıram, video falan çəkirəm. Mamacı da çamadanları baxsınca da otaq dəyişkənliyi elədik. Daha doğrusu biz əslində bir gün qalacaqdıq. Amin biz axtır. Biz əslində bir gün qalacaqdıq. İndi çıxmalıydıq otaqdan. Sonra atam dedi ki, bir gündə qalaq, çünki çox otaq var. Ona görə indi bu gün də buradayıq. İndi gedəcəm havuza. Gəldim indi yenə havuz kənarından, çox qəşəngdir. Sadəcə bir şey deyəcəm. Sadəcə birazdan mən istəyirəm ki, indi gəldim dəniz qırağına. Qəşəng burada güneşlənəcəm biraz, sonra girəcəm havuza. Havuza girəm. Üstündən sonra otağa gedib sizə otaq falan eləmək istəyirəm. Amin. Sabah. Ben niye korumsam ha? Hara gelmiş uğa. Getirəm indi otağa qulaqlıqlarımı götürüb gedib taz güneşlənəcəm. Və yağ olacağım. Getirəm otağa. Çok qəşəng görsənir. Aldım meyvəsindən gedirəm. Gəldim otağa. Bu arada yanmışam. Əynimi falan da üşüdüm. Güneşlənməkdən də sıxıldım. İndi yemək yiyəcəyik. Deməli, indi sizə qısa bir otaq turu eləyəcəm. İndi otağı turunu eləyəndən sonra böyük ehtimal yemək falan yeyərik. Sonra havuz kənarına düşərəm, havuz qırağına. Deməli, indi qısaca bir otaq turu eləyək. Buradan qapıdan giriş edirik içəri. Bizi hamam otağı qarşılayır. Bunu da qısaca bir göstərim. Bu şəkildə. Ondan sonra otağa belə giririk. Otaq da çox işıl-ışıl, fərah, günəşli bir otaq. Əslində biz 4 nəfərlik ailə olaraq 4 nəfərik. Sadəcə 4 nəfərlik otaqların hamısı dolu olduğu üçün bizə 3 nəfərlik otaq verdilər. Burada bir dənə yataq var, 3 nəfərlik yataqdır. Sonra otaq belə, burada da makyaj eləməli, şəkil çəkməli, qəşəng bir güzgü. Otağın mənzərəsi 3-cü mərtəbədəyik. Ona görə otağın mənzərəsi çox qəşəngdir. Belə qəşəng yerə baxır, havuza baxır. Tam mən də onsuz belə otaq istəyirdim. Sonra burada qəşəng videolar çəkmək olur. Ondan sonra burada bir dənə də balkonumuz var. Balkondan da mənzərə yaşıllığa açılır. Buradakı balkon da çox qəşəngdir. Balkon da bu şəkildə. Yine bir otak var. Amin, ne inirsən orada? Çok qəşəng zaqar almışsan, indi yanırsan, bütün bədənin ağrıyır. İndi üstümü dəyişdirdim, gedirəm biraz həyətdə takılmağa. İndi üstümü dəyişdim, gedirəm biraz həyətdə falan oturum, sonra tezdən gələcəm. Bu lift bizim canımız açıldı. Çok karanlısan he. Gedək. Özümə yer eləmişəm. Burada bütün gün otururam da, yəni çox qəşəngdir. İndi oturub
birinci gün vloqunu editləməliyəm ki, bu günü də bu gün, yəni gecə ya da sabah səhər o vloqu paylaşım. Ona görə indi oturub o vloqu editləməliyəm. 20 dəqiqə falan olar inşallah. 3. Bak. Bak gitti ha Fatma. Hə. Bak gözünün olur. Bak. Nə oldu? Yenə qan oldu. Gördün.